Bir ay 13 gündür balamız yoxa çıxıb yoxdur. Nə yerdə, nə göydə yoxdur. Sizdən artıq dərəcədə xahiş edirəm. Bizim devlətimiz sizdən asılıdır hər şey. Xalqın malı təndə bir toyuğu təndə gör nə hala düşür və biz də insanıyıq, canıyıq, bizi də düşünün. Gecəyi sabah atıram, sabah axşam edirəm ki, bir xəbər çıxacaq, heç bir şey çıxmır. 40 gündən çoxdur ki, itkin düşmüş 21 yaşlı Qardabani Bələdiyyəsinin Kosalı kənd sakini Aytac Məmmədovadan hələ də heç bir xəbər yoxdur. Belə ki, Aytac Məmmədova aprel ayının 1-də Tbilisidə itkin düşüb. Aytac Tbilisi Dövlət Universitetinin 2-ci kurs tələbəsi olduğu üçün təhsili ilə bağlı paytaxtda yaşayırmış. Aytacla ailəsinin son danışığı isə dostunun doğum gününə getməsi zamanı olub. Oradan ayrıldıqdan sonra Aytac anasına səsli mesaj göndərib və onunla əlaqə bundan sonra demək olar ki, kəsilib. 40 gündür. 40 gündür yoxdur, heç bir məlumat alamıram. Sudadır, su qurudadır bura. Çox pis vəziyyətdəyəm. Deyirlər ki, ay anasına zəng edilib yazıb. Mən onu gözləyirəm, bircə kəlmə ay mama desin, elə bir söhbət olmur. Heç bir nə zəng, nə səs, heç bir şey gəlmir. Tolkun lisələrinəcə soruşuruq, deyir, axtarılır, quruda da, suda da. Çox şey suyu göstərdir, amma quruda da, suda da axtarılır. Amma dəqiq məlumatımız yoxdur. Dəqiq məlumatımız yoxdur. Suda da olsa, quruda da olsa balamı istəyirəm. Balamın tapılmasını istəyirəm. Axır həmən aprelin 1-də özüm rəfiqəsinin yaşına göndərmişəm, getmirdi, işləyirdi. Dedi, ayma getmirəm. Dedim, getdin, cəlaval, biraz ayının açılsın. Yolladım özüm, gülə kimi görüntülü zəng elib. 7-də çıxıb öydən, gül dəstəsi almışıq görüntülü. Yaşa gedib, yaşda danışmışıq. 22 neçədə danışmışıq. Ondan sonra biraz başım qarışdı mənim. Bir gün 00:50-də mənə səs yollub ki, ay mama, gecən xeyrə qalsın, səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən. Elə bununla dedim. Bir dəqiqə keçmədi, zəng elədim, götürülmədi. Heç bir məlumatımız yoxdur. Gecəyi sabah atıram, sabah axşam edirəm ki, bir xəbər çıxacaq, heç bir şey çıxmır. Onu da bildirək ki, Aytac Məmmədovanın Tbilisidə Kür çayına düşməsi əsas ehtimallar arasındadır və bu günədək onun axtarışları həm quruda, həm də suda davam etdirilir. Artıq bir aydan çoxdur ki, övladlarından heç bir xəbər ala bilməyən Aytacın ailə üzvləri isə demək olar ki, taqətdən düşüblər. Onlar hazırda fəryad içində öz övladlarının axtarışlarını davam etdirirlər. 40 gündən artıqdır, biz ah-nalə içində ölürük. Nə balamın gecəsi var, nə günüzü var. Mən də onun yanında tustaq kəsilmişəm. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim balam ölü, birisi tapılsın, əlimizə verilsin. Sizə yalvarıram, kömək eləyin mənim balam tapılmağında. Devlətimizdən xahiş edirəm, tapsın bizim bu gözəl balayı əlimizə versin. Gözəl balamız gələcəyin ziyalısıydı. Universitetin 2-ci kurs tələbəsi idi. Sizə artıq dərəcədə yalvarım, xahiş edirəm, mənim balama kömək eləyin. Mənim balamın gecəsi günüzü yoxdur. Bala deyən, ah-nalədən yerə güyə sığmır ah-naləsi. Xalqın malı təndə, bir toyuğu təndə gör nə hala düşür və biz də insanıyıq, canıyıq, bizi də düşünün. Bizim nə gecəmiz, nə günümüz bilinmiş. Dün bir ay 13 gündür balamız yoxa çıxıb yoxdur. Nə yerdə, nə göydə yoxdur. Sizdən artıq dərəcədə xahiş edirəm. Bizim devlətimiz sizdən asılıdır hər şey. Sizdən artıq dərəcədə xahiş edirəm. Aytacın cavanlığına bağışlayın hər şeyi. Onu anası gecə gündüz yatmır. Nə də bizi qoymur yatmağa. Ölüdür, ölüsünü verin, diridir, dirisini verin. Sizdən artıq dərəcədə xahiş edirəm. Sizdən qurban olub. Toyuq döydü, cücə döydü, mal döylü, heyvan döylü. Gedəsən, haradasa gəzib tapıb gətirəsən. Tapmaq lazımdır, getmək lazımdır, bir ipucu lazımdır. Onun o tələbə yoldaşlarını danışdırmaq lazımdır, görək nədən olub.
O Rajdenlə gedib oradan qaydanda olub bu hadisə. Qeyd edək ki, yaxınlarına hüquq mühafizə orqanlarından bildirilib ki, Aytaz Məmmədovanın təhlükəsizlik kameralarında sonuncu dəfə Kür çayının yaxınlığında görüntüsü müşahidə olunub. Lakin daha sonra onun hansı istiqamətə getdiyi məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən xəbər portalımıza bildirildi ki, Aytaz Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər görülür.